Məsələn, buna uyğun gəlin bir dənə şəkil çəkək. Deyək ki, A, B, C bir dənə üçbucaq çəkirik. A, B, C. Üçbucağı da nə gözəl çəkdik. Yan tərəf, bax uşaqlar, bir də bir şey bilməlisiniz ki, bu iminli yan tərəf bura olacaq deyə bir şey yoxdur. Yəni şəkillərdə çox belə görünür də. Bax, A bura görünür. Burada deyək ki, B deyilir. Yəni iminli elə bir şərt yoxdur ki, aşağıdakı oturacaq olacaq. Bəzən elə ola bilər ki, yəni bura oturacaq olmasın, elə bil üçbucağı fırladılmış formada olsun. Yan tərəflər bax bura olsun. A. Yenə də onda bunun oturacağı bura olacaq ha. Yuxarıda olmağına baxmayın. Oturacaq bu hissədə olacaq və oturacağa bitişik bucaqlar dedik ki, bərabər olur. Oturacağa bitişik bucaqlar bərabər olur dedik və buradan nə edək? Buradan yazaq belə. Yazırsınız ki, bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük, median, tən bölən bərabər olur. Yalnız bax oturacağa çəkilmişi bərabər olur ha. Bərabər yanlı üçbucaqda. Bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş median, hündürlük, tən bölən bərabər olur. Yəni bir dənə hündürlüyümü çəkəcəksiniz. Bu həm median olacaq, həm tən bölən. Tən bölən nə işə yarayırdı? Bucağı yarıya bölürdü. Median nə işə yarayırdı? Deməli, tərəfi yarıya bölürdü da. Yəni oturacağı yarıya böləcək çəkdiyimiz bu bir dənə hündürlüyümüz. Və burada perimetr deyəndə nə başa düşürük? Üçbucağın perimetr deyəndə nə başa düşürdük? Tərəflərin cəmi. Burada da yəni 2 dənə tərəf var. Yəni bu önəmli deyil, amma ki lazımdır da. 2A plus B. Yəni 3 tərəfinin cəmi bizə verdi bunun perimetrini. Və bərabər yanlı üçbucaqda sizin üçün belə deyə bilərəm ki, tutaq ki, heç median deyil, tən bölən deyil, sizə bir dənə ixtiyari düz xətt çəkilib. Oturacağa bir dənə ixtiyari düz xətt çəkildi. Bu zaman həmin bu düz xətti nətər tapacağıq? Bura olsun A, bura olsun A, burada B deyək. Burada ixtiyari bir x xətti çəkirəm. Yəni ki, median deyil, diqqətli olaq. Yəni buranı bölüb birinə n deyək, birinə m deyək, böldü. Burada olsun x1. Bax, ixtiyari bir xəttdir bu. Bu xəttimizi x-i tapanda nə edəcəyik? X-i tapanda kök altında tərəflərin kvadratı a kvadratı çıxaq n. Bir dənə bunu yazın. Bu tən bölən Lətifə səsini bağladım bir də. Olur nə? Stüart teoremi bu ixtiyari bir üçbucaq kimi üçbucağa ödənir. Yəni bunu bir dənə ulduzlu qeyd kimi yaza bilərsiniz. Stüart teoremində necə eləyəcəyik? Bizə bir dənə üçbucaq verilib. Bu üçbucaqda məsələn deyək ki, bura A-dır, bura B-dir. Bura bir dənə xətt çəkmişəm X, bura bir dənə N deyim, burada bir dənə M deyim. Aha, məndən yenə bu x-i soruşur. Bax, yenə deyirəm. Nə x tən böləndir, nə hündürlükdür, nə də mediandır deyək də. Bilmirik nə olduğunu. Şərtdə demir. Ona görə də bu düsturdan istifadə edəcəyik. Burada x kvadratı bərabərdir. A kvadratı n. Üstə gələk. B kvadratı m. Bölək m plus n. Çarx m vur n. Aha. Bunu yazın, bir də buna nümunə deyək. Məsələn, nümunəmizdə belə deyim də. Bu konkret olaraq, dəqiq olaraq bilirəm ki, bunun cavabı yaxşı alınır. Özümdən rəqəm verməyim. Misal belə idi. A, B, C deyək ki, bura 10'dur. Bura da 10'dur. Buradan bir dənə xətt çəkilib x. Bura AC 16 idi ümumən. Burada deyim ki, B-dır deyək. Bura 6 verib, burada 10 verib. Buradan x kvadratını istəyir tutaq ki. Düz deyindi, bu bərabər yanlı üçbucaq deyilə konkret olaraq bundan hesablaya bilərsiniz. Amma gəlin bu Stüart teoreminin tətbiqini baxaq. X kvadratı bərabərdir. Bax, fikir verin. Bax, A deyək ki, buraydı elə. Buranı kvadratını vururam 6'ya. Onun kvadratını 6'ya vuranda eləyirəm 600. 600 üstə gələk. Onun kvadratını ona vururam eləyir 1000.
Məxrəc də 16. Çıxaq 10 vur 6, yəni 60. Bərabərdir. 1600-ü 16-ya vuranda edirmi ki, böləndə əstəğfurullah, böləndə eləyəcək 100. 100-dən də 60-ı çıxıram, eləyir 40. Amma mən nə tapmışam? X kvadratını tapmışam da. X kvadratı bərabərdir 40-a. Buradan x nəyə bərabər olur? Kök altında 40-a. Bunu da sadələşdirəndə belə yaza bilərəm. 4 vur 10 kimi. Bu da 2 kök altda 10. Yəni cavab belə olar. Birdən kök altda 40 alarıq, sonra da deyərsiniz cavab yoxdur. Yəni belə həll etmək olar. Aydındır, amma yenə deyirəm ha, bu bərabər yanlı üçbucaq idi. Bu fərqli rəqəmlər verə bilər. Prosta daha rahat həll eləyək deyə belə dedim. Amma siz bunu bu düsturla da həll eləyə bilərdiniz. Yəni 100 çıxaq 60 kök altında 40-ı verirdi. Elədir uşaqlar? Yəni bura 10 idi, 10 idi. Burada 10-dan 6 idi. Yəni hər ikisində eyni cavaba gəlirik. Sonra bərabər yanlı üçün yazacağıq ki, Viviani teoremi, Viviani. Müəllim. Bəli. Biz bayaq yazdığımız düstur x bərabər kök altda kvadrat çıx n idi də. Biz orada 100-dən 60 çıxanda 40-ı x alırdıq. Burada x kvadratın 40 aldıq. Orada da x kvadrat yazaq. Burada da bax, düstura bax, kvadratdır. O biri düsturda mı? Kök altında da burada görmüsən, elə kök altında x bərabər kök altında 40. Yəni hər ikisində eyniyə gəlirik, eyni yola gəlirik. Viviani teoremi, bunu həm bərabər yanlı, həm bərabər tərəfli üçbucaq üçün ayrı-ayrı teoremlər də elə deyəcəm. Bu Viviani teoremi nədir uşaqlar? Biraz həyat qurtarıcı bir teoremlərdir. Deyək ki, bura A-dır, burada A-dır və oturacağın hər hansı bir nöqtəsindən bu tərəflərə paralel xəttlər çəkmişik. Bu sözləri yazmağınıza ehtiyac yoxdur. Belə şəkil çəkərsiniz, göstərərsiniz. Bura deyək ki, x-dir, bura y-dir. Hə. Məndən tərəfini soruşur ki, bu yan tərəfi neçədir? Nə edəcəm? Yəni əgər mənə şərtdə bu verilibsə, məsələn, A paraleldir, həm də y-ə. Yəni bura paraleldir. Tutaq ki, burada bura paraleldir deyək. Bu şərt bizə verilibsə, olacaq belə. A bərabərdir x plus y. Всё. Yəni tutaq ki, məsələn, buranı 2 verdi, buranı 3 verdisə A bərabər olacaq 5-ə. Aydındır? Getdik. Gedirik bir də bunun əsas imtahanı hansı tipi düşür deyək. İmtahan tiplisi belə olur ki, bura hündürlüklə verilir. Yəni bu hər hansı bir düz xətt idi uşaqlar. Yəni hündürlük deyildi. Amma ola ki, bir nöqtədən hündürlük çəkildi tərəflərinə. Bura bir dənə hündürlük, bura bir dənə hündürlük. Deyək ki, bu birinə deyək H1, birinə deyim H2. Və sonra bərabər yanlının öz hündürlüyünü çəkirik. Bax, böyük H. Bura A-dır, burada A-dır. Və imtahanda nə edirlər? Elə bu sizə sadə gəlməsə, elə hündürlüyü məsələn soruşa bilər. Hündürlüyü nə edəcəksiniz? H1 üstə gələk H2. Yəni konkret olaraq belə şəkildə vermirik. Siz bunu qəşəngcə asan gətirib biraz dolambaçlı salır. Amma siz buradan artıq bilməlisiniz ki, bu üçü də hündürlükdürsə, 2 dənə kiçik hündürlüyü toplasam, böyük hündürlüyü almış oluram. Aydındır? Əla. Gedirik indi bərabər tərəfli üçbucağa. Bərabər tərəfli üçbucaqda üçbucağın üç tərəfi, üçbucağı bərabərdir. Yəni ağlınıza nə gəlirsə, üçbucaq üçün nələr biliriksə, yəni mediandır, hündürlükdür, sonra canım sizə desin, tən böləndə hamısı bunda bərabərdir. Daxili bucaqları neçə idi üçbucağın? 180. Bölürəm 3-ə, yazıram. Daxili bucaqları olur 60. 60, 60. Daxili bucaqları 60. Tərəfi A. Məsələn, bir dənə qonşu bucağını çəksəydik belə. 60-ın qonşusu nə idi? 120. Hamısı 60 olduğuna görə bir xarici bucaqda 120 olur? Olur. Bu da olur, yəni 3 tərəfində toplayanda perimetr, yəni 3A kimi gəlir. Burada hansı tərəfə çəkirsinizsə çəkin. Bayaq bərabər yanında belə idi ki, yalnız oturacağa çəkilən hündürlük median tən bölən bərabər idi. Amma burada 3 tərəfə də bax, hansı tərəfə çəkirsiniz çəkin. Hündürlükdə, medianda tən böləndə bir-birinə bərabərdir. Yəni yazıram H bərabərdir. Mediana o da bərabər tən bölənə. Onun da düsturu belə olacaq. A kökdə 3 bölək 2.
İndi bundan bir dənə nümunə deyək məsələn. Deyək ki, bizə deyir ki, tərəfi neçə olsun? Tərəfi 8 olan bərabər tərəfli üçbucaqda median tapın, ya hündürlüyü tapın da, hansını istəsə, məsələn deyək ki, hündürlüyü tapın deyir. Nə edəcəm? Bax burada gətirib konkret olaraq yerinə yazıram. H bərabər olur 8 vuraq kök altda 3 bölək 2. 2 ilə 8 ixtisar gedəcək, qalacaq 4. 4 kök altda 3. Aha. İndi misalı fırlayır tərsinə deyir. Məsələn deyir ki, hündürlüyü 12 olan və yaxud da 12 kök altda 12 olan götürək birinci. 12 olan bərabər tərəfli üçbucağın tərəfini tap. Hətta tərəfini də demir ha. Deyir ki, perimetrini tap. Perimetr üçün sənə nə lazımdır? Tərəf lazımdır. Avtomatik olaraq tərəfi tapırıq. A kökdə 3-ü, onda düsturumu gətirirəm, bərabər eləyirəm 12-yə. Çarpaz vururuq uşaqlar. A kökdə 3 bərabərdir 24-ə. A da bərabərdir 24 bölək kökdə 3-ə. Təbii ki, belə cavab yoxdur. Niyə belə cavab yoxdur? Kim deyər? Buna bilməz, tam cavab yazılır. Çünki mən 24-ü də elə bir şey kökdə 3 vur 8 kimi etməliyəm. Niyə? Səbəb? Niyə 24 durduq yerə kökün altına girdi ki? Bəlkə məxrəci rasionallıqdan azad eləyək. Məxrəci rasionallıqdan azad eləyək. Hə. Buradan məxrəcdə alınır kök altda 9. Kök altda 9-dan çıxsın 3. 24 kök altda 3. Bu da gedəcək 8 kök altda 3. Belə deyirdin Lətifə. Ay sağ ol. Yəni səbəb soruşurdum ha ona görə. Perimetrdə desə bunu da gətirib toplamağınıza ehtiyac yoxdur təbii ki. 3-ə vurdunuz, olacaq 24 kök altda 3. Elə cavabımız bu alınmış olur. Və yaxud da ki dediyim kimi hündürlüyü yenə kök altı ilə verə bilər. Məsələn 12 kök altda 3 olacaqdı, fərqi yoxdur. Gətirirsiniz yerinə qoyursunuz, yazırsınız. Aydındır? Əla. Sonra burada bir də uşaqlar nəyi bilməliyik? Bu düzdür, biraz aşağı düşəndə aşağıdakı suallarımız da olacaq. Amma belə deyək. Burada hündürlük bərabər olur xaricə çəkilmiş çevrənin radiusu ilə. Bax, xaricə çəkilmiş, ayağına xı qoyum ki, biləsiniz. Daxilə çəkilmiş çevrənin radiusunu. Buna da bir də qoyacağım ki, başa düşəsiniz. Məsələn, beləcə, yəni hazır formada verir. Deyir ki, hündürlüyü 15 olan bərabər tərəfli üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu ilə daxilə çəkilmiş çevrənin radiusunu tap. Yəni 15 veribsə hündürlüyü, bu da 15 olur. Cavabın oldu 15. Bir də bunların ayrı-ayrılıqda düsturu var ki, onlar da deyək. Məsələn, bərabər təpə, uşaqlar, indi bunun sizə hardan gəldiyində deyəcəm. Bu bərabər tərəfli üçbucağımızda tutaq ki, bunun bir dənə daxilinə çevrə çəkirəm. Çevrənin radiusu bilirik də, yəqin ki, nə olduğunu. Çevrənin radiusu R. Daxilinə radius çəkəndə bunu nə ilə tapacaqsınız? Bunu tapacaqsınız, məsələn, R bərabərdir A bölə 2 kök altda 3-ə. Bu hardan gəldi? Bax, məsələn, biz heç bu çevrəni görməyin də. Bu çevrənin olsun o mərkəzi, buradan bura bunun olsun radiusu. Bax, bunu bildiniz də yəqin ki. Buradan gəldim, bir dənə hündürlüyü endirdim, tutaq ki. Bir dənə hündürlüyü endirirəm. Hündürlüyü endirəndən sonra bunun hər bir bucağı 60-60 idi. Mən də sizə dedimmi ki, yəni bu həm də tənböləndir. Yəni bura həm də 30 dərəcədir. Yaxşı, götürün bura tərəfini məsələn A götürdüm. 30 dərəcəli bucaq qarşısında duran katet bərabərdir hipotenuzun yarısına. O indi qabaqda deyəcəm 90 dərəcəli bucaq yaranır. Yəni oradan gələcək bu ki 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. 60 dərəcəli bucağın qarşısında duran katetdə bərabərdir deməli digər katetin kökdə 3 misilinə. Bax, bu oradan gəlir. A bölək kökdə A bölək 3 bölək 2. Buradan, yəni bax bunu qoy yazım. Nə olacaq? Digər katetin bax A kökdə 3 bölək yarısına bərabərdir deyirəm. Buradan da bu radiusu tapanda
Elə bil ki, bunu bölməliyəm 2-yə. Çünki nə? Mən hündürlük tapmışam axı, çox tapmışam. Ondan sonra gəlir, bax bu düstur çıxır. Bax burada. İndi bunu düzdür, bura biraz sizin üçün qaranlıq qala bilər. Niyə? Çünki düzbucaqlını hələ ki deməmişəm. Düzbucaqlıda bu şərti sizə verəcəm ki, 30 dərəcəli olanda nə olur? 45 dərəcə olanda nə olur? Bir də xaricə çəkilmiş çevrənin radiusunu da yazaq. Xaricə çəkilmiş çevrənin radiusu isə, yəni böyük erimiz isə A bölü kökdə 3 olur elə. A bölü kökdə 3. Və R bərabərdir 2 R. İnşallah ki, bu belə deyim də, demək istəyərəm. Burada necə olacaq? Bax, sizə tutaq ki, şərt verdi. Bir dənə üç bucağımızdır. Yenə o bayaq üç bucaq gəldi, ulduza çevrildi. Bax, deyək ki, tərəflərinə paralel verdi. Bax, məsələn, buranı verdi oturacaq üçün paralel. Tutaq ki, və yaxud da belə çəkə bilərik. Bura, bax, A, X. Bura X deyim. Bura paraleldir. Bax, bura paraleldir. Sonra, məsələn, yan tərəfə paralel bir dənə Y çəkim. Y. Oturacaq, məsələn, bura A. Burada aşağıdakı hissəyə də paralel bir dənə buradan Z çəkim. Tərəfini tapın deyəndə, bax, bizə şərti hökmən verməli daha uşaqlar. Məsələn, X paraleldir, A paraleldir, Y-ə, A da paraleldir Z-ə. Bu şərti verəndə nə edəcəksiniz? A-nı tapanda üç tərəfini toplayırsınız. Bayaq necə ki, iki tərəfi toplayırdıq. Yəni ki, o çəkilən xətləri X-lə Y-i toplayırdıq, A-nı tapırdıq. Burada da 3 dənə xətt olmalıdır. Onları toplayırsınız. Konkret olaraq bunu da yəni bildirir. Sonra deyək ki, sonra düzbucaqlı üçbucaq uşaqlar. Düzbucaqlı üçbucaq nədir? Düzbucaqlı üçbucaq Düzbucaqlı üçbucaq ən çox istifadə edəcəyimiz üçbucaqlardandır. Düzbucaqlı üçbucağımızda bir bucağı 90 dərəcə olur. Bir bucağı 90 dərəcə olur və bunun deyək ki, bax 90 dərəcə, yan tərəfləri 90-a söykənən tərəflərimiz katet adlanır. 90 dərəcənin qarşısındakı tərəfdə hipotenuz adlanır. Biz üçbucağın o birinci hissəsini keçəndə nə dedik? Dedik ki, deməli, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Ona görə də ən böyük bucağı burada 90 olduğuna görə onun digər qarşısındakı bucaqda hipotenuzda ən böyük tərəf olur. Buradan alfa desəm iti bucaqlarına bunu. Və üçbucağın normalda biz bilirik də, daxili bucaqlarının cəmi neçədir? 180-dir. Alfa plus beta da bərabər olmalıdır 180-ə. Alfa plus beta da 180-ə düzür istəyirəm. 90-a. Gəlib hara vurub çıxırdıq gözdə. 90-a. Niyə? Çünki bu 90, bu ikisinin cəmi 90-dır. Bu da 90-dırsa, vəsə da işim bitdi. Yəni bunu sizə niyə deyirəm? Çünki işinizi asanlaşdırmağa. Məsələn, deyəcək ki, düzbucaqlı üçbucağın iti bucaqları 2/3 nisbətində verilib. Onda daha siz bunu bir də üstə belə yazmayacaqsınız da 2K üstünə 3K üstünə də 90. Hə, bu elədi 180. Bunu daha belə nə edirsiniz yazıb? Yazacaqsınız ki, bu katetlərdirsə, yəni kiçik iti bucaqlardırsa bərabərdir ilə 90-a. Buradan tapacaqsınız. Sonra nəyi? Pifaqor teoremi. Pifaqor teoremi nədir? Katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabərdir. Katetlərin kvadrat cəmi hipotenuzun kvadratına bərabərdir. Məsələn, katetin kvadratlarının cəmi yanlış olur. Katetlərinin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. İndi, məsələn, gəlin yerinə rəqəmlər qoyaq. Tutaq ki, birinə deyək ki, 7, yəni A-ya deyək 7, B-yə deyək, nə bilim, B-yə neçə deyim? B-yə deyək ki, 3 olsun, C-ni tapaq da. Düzəməli rəqəm almayacaq, amma eyb yoxdur. Niyə almayacağımızı da deyəcəm ki, bunlara görə almırıq. 7-nin kvadratı, yəni 49, üstə gələk 9, bərabər C kvadratına. Buraya eləyəcək 58 bərabər C kvadratına. Təbii ki, 58-də heç nəyin kvadrat deyil. Ona görə ilə kök altda 58 yazacaqsınız.
Bunu indi sadələşdirə bilərsiniz. Artıq o varianta uyğunlaşdırmağa çalışırsınız o heç. İndi sizə 1-2 dənə xırda hissələr deyəcəm ki, heç Pifagoru məsələn tətbiq eləmədən də tapa bilərsiniz. Əgər ki bizim hipotenuzumuz, artıq siz hipotenuzu bilməlisiniz uşaqlar. Bax məsələn, bu şəkli belə tərsmə səhv çəkdim. 90-ın qabağındakı hipotenuzdur. Yaxşı, həmişə 90 qabağındakı hipotenuzdur. Buradan tutaq ki, bura 11-dir, katetin biri də 10-dur. Əgər düzbucaqlı üçbucaqda hipotenuzla katet arasındakı fərq 1-dirsə, bax 1-dirsə, digər katet onların cəminin kök altısına bərabərdir. 11 üstə gəl 10 nə eləyəcək? Kök altda 21. Belə. Yəni heç Pifagor tətbiq eləməyin. 10 ilə 11-i topladım, kökün altına saldım. Məsələn, bu niyə belə oldu? Gəlin tapaq. Bax, A kvadrat deyək 100-dür. B kvadratını bilmirəm. C kvadrat da 11-in kvadratı, yəni 121. B kvadratını tapanda nə etməliyəm? 121-dən 100-ü çıxmalıyam da. Olacaqmı sizə 21? B də bərabər olacaq kök altında 21. Yəni heç sizin bu hesablamağa ehtiyacınız yoxdur da. Nə zaman baş verəcək bu? Deməli bunlar arasında fərq 1 olanda. Məsələn, deyək ki, belə yazaq bax. Olsun düzbucaqlı üçbucağı. Nətər yazdımsa, bura 13-dür. Məsələn, katetin biri də olsun 12. Digər katet nə olacaq indi? Hər ikisinin cəmi kök altısı. Bax, 13-ün üstünə 12 bərabərdir kök altında 25-ə. Kökdən nə çıxır? 5. Всё, tərəf olacaq 5. Yəni təsdiqləyə bilərik. Bax, 25-in üstünə 144 gələndə nə eləyəcək? 169. Buyur Lətifə. Deməli, Pifagor ədədləri var ki, uşaqlar. Məsələn, bunlardan bir dənəsini deyim, ya da ki, ikisini deyərəm də. Məsələn, ən çox istifadə olunan olacaq 3, 4, 5. Burada nədir? Katetlər 3-dür, 4-dür, 5-dir. Bax, tutaq ki, mən sizə belə bir sual verəcəm ki, bəs bura verilib 12, bura verilib 16, hipotenuzu tapın. Aha, nə edəcəksiniz uşaqlar? Bax, fikir verin. Bura belə də ola bilər, fərqli də ola bilər. Yəni, yerini dəyişik. Bura 12, bura 16 ola bilər. Bax, 16 nədir? 4 vur 4 deməkdir elə. 12 nədir? 3 vur 4 deməkdir da, hə? Bax, 3, 4, 5-ə gətirməyə çalışıram. Onda 5-i də 4-ə vursam, 20 alsam. Всё, hipotenuz oldu sizə 20. Yəni, 16-nın kvadratının üstünə 12-nin kvadratı gəlsəz 20. Yəni, 400 alırıq, oradan da kvadrat 20 çıxır. Bu nə olacaq? Pifagor ədədləri. Bax, məsələn, gəlin vuraq 7-yə. Bax, 3-ü vururam 7-yə. Eyni dəfə artırıram da 3-ünü də. Bax, 3-ü vururam tutaq ki 7-yə. Alınsın 21. Məsələn, 5-i də vurdum 7-yə, olacaq 35. Digər katetin içi olacaq uşaqlar. Bax, 3 vur 7, 5 vur 7. Bura nə olacaq? 4 vur 7. Aşsa, yəni 28. Aydındır, bu necə gedir sistem? 3, 4, 5-dən yola çıxaraq bir də ədədlər var ki, 6, 8, 10-u görsəniz biləcəksiniz ki, bu düzbucaqlı üçbucaqda. Yəni 6, 8 isə hipotenuz 10-dur. Niyə? Çünki bax, 3-ü vurub 2-yə, 4-ü vurub 2-yə, bir də 5-i vurmuşam da 2-yə. 3, 4, 5 yadınızda saxlayırsınız. 3, 4, 5. Digəri nədir? Digəri də olur deməli 5, katet 5, 12, 13. Onu da bayaq tapmışdıq da 13 ilə bura toplamışdıq, 25 almışdıq. Bax bu. 12, 13, bir də 5. Katet 12 ilə 5 olur. 13 isə hipotenuz olur ən böyük tərəf kimi. Sonra buradan nə deyəcəm sizə? Bu aydındır deyə umuram və keçirəm buradan sizin üçün deməyə. Qoy görün vaxtımız nə qədər gedib. Hə. Buradan keçirəm sizin üçün qəşəng qaydalar deməyə ki, 30 dərəcəli bucaq qarşısında duran ay Allah, ben görmüşdüm, tökürdüm. Tökürdüm elə buraları. 30 dərəcəli bucaq qarşısında duran katet, deyək ki, bura 30-dur, bura 60-dır, tutaq ki. Yəni 60 ilə 30-un yeri dəyişmiş də ola bilər ha. Tutaq ki, hipotenuz 2A-dırsa, 30 dərəcənin bucaq qarşısında duran A, B, C deyim. 30 dərəcəli bucaq qarşısında duran katetim, yəni AC-miz olacaq A.
Buradan da, yəni 60 dərəcəli bucaq qarşısında duran katet isə olacaq A kökdə 3. Kökdə 3 misilinə bərabərdir. Yəni tutaq ki, belə deyim də. Bura 8-dir. Bura deyək 30 dərəcədir. Bura 60 dərəcədir. 30 dərəcənin qabağında duran dedim ki, hipotenuzun yarısıdır. Yəni bu hissəm olacaq 4. 60 dərəcəli bucaq qarşısında duran isə digər katetin, bax hipotenuzun yox, digər katetin 4 kökdə, yəni kökdə 3 misilinə bərabərdir. Olacaq 4 kök altda 3. Aydındırmı? Bəli müəllim. Qayda olaraq necə yazaq indi? Yazaq 30 dərəcəli. Yazırıq belə. 30 dərəcəli bucaq qarşısında duran katet 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. 60 dərəcəli bucaq qarşısında duran katet isə digər katetin kökdə 3 misilinə bərabərdir. Mənim ikinci qaydam bizə deyəcəksin. 60 dərəcəli bucaq qarşısında duran katet 60 dərəcəli bucaq qarşısında duran katet digər katetin kökdə 3 mislinə, misli deyəndə vurmadı, mislinə bərabərdir. Bir də yazacaq belə, bu da xüsusi hallarından biridir. Uşaqlar, əgər bir dənə 3 bucaqda 2 bucaq bərabərdirsə, bu necə 3 bucaq alınır? Bərabər yanına. Ay, sağ ol. Əgər bunu da desək ki, 45-45'dir, onda nə olacaq? Bərabər yanlı düz bucaqlı 3 bucaq. Yəni, bura 45'dir, burada 45'dir. Onda buna söykənən tərəfləri bərabər olurmu? Məsələn, A olur elə. Aha, deyirik ki, bərabər yanlı düz bucaqlı 3 bucaqda, bərabər yanlı düz bucaqlı 3 bucaqda hipotenuz katetin kökdə 2 misilinə bərabərdir. Yəni, A kök altda 2 olur. Katetin kök altda 2 misilinə bərabərdir.